Bizdən AB yazsın istəyir. Burada ne? Bu ifadələri atsaq. Bərabərdir 7-yə. 10A plus B çıxılsın 10B çıxılsın A bölünsün A plus B bərabərdir 7-yə. Buradan da 9A çıxılsın 9B bölünsün A plus B bərabər 7-yə. Buradan indi bundan çapraz belə vursaq bərabərdir 7A plus 7B'yə. Buradan 9'u buradan 7'ni çıxarsaq buradan onda AB daha doğrusu A ilə B-nin cəmi bərabər olacaq 9'a. Fərqi isə 7'yə. Buradan B-lər gedəcək. Olacaq A buradan olacaq 8. B də 1. AB hasili isə 8.